25 yanvar növbəti OTK sınav imtahanı sualına baxırıq. Deyir ki, 2 sinüs kvadrat x bölü 2 bərabər 1 tənliyini həll eləyin. Demək, sinusun dərəcəsinin azaldılması qaydasına əsaslanacaq. Sinus kvadratı x bərabərdir 1 minus kosinus 2x. Belə bir bərabərliyi var, bilirsiniz. Bölü 2. Buna əsaslansaq, verilən hala görə yazsaq 2 sinus kvadratı x bölü 2 bərabərdir. Qarşı tərəf də 2'yə vuracaq. Çünki burada 2'yə vurma var. 2 vur. 1 minus kosinus. Burada kosinus 2x idi. Amma burada demək x bölü 2 olduğuna görə 2x'i 2'yə x bölü 2'ni 2'yə vururuq. Alınır kosinus x. Bölü 2 bərabərdir 1. Bu hissəni təzədən yazsaq, ixtisar gedər. 1 minus kosinus x bərabərdir 1. Kosinus x bərabərdir 0. Kosinus vahid çevrə üzərində ala biləcək qiyməti götürsək, vahid çevrə üzərində kosinus bir burada 0'a bərabər ola bilir, bir də burada. Yəni, alınır ki, pi bölü 2 kosinusun qiymətinin 0'a bölündüyü bir bucaq. Yəni ki, belə deyək ki, kosinus pi bölü 2 bərabər olur 0'a. Üstə gələr, hər 180 dərəcədən bir pi dərəcədən eyni qiymət aldığına görə PK. Belə bir cavab olacaq. Doğru cavab A variantı.